العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين على نبينا Muhammed ve ala alihi ve sahbihi ecma'in. Rabbimize şükürler olsun. Uca Allah'ın salamı, salavatı Peygamberimiz sallallahu aleyhi ve sellem, onun ehli beyti, ashabına üzerine olsun. Biz evvelki mevzularımızda Uca Allah'ın əzəmətindən danışmışdır. Allah Teala bizlere özünü tərif edir. Yarattıkları əzəmətli məxluqatları misal çəkərək göylər, yerlər, dağlar, dənizlər, küləklər, yağışın indirilməsi və s. Və bir də Allah da öz uca adları və sifətləri ilə, yəni ona görə sonra mövzu nəyə görə gəldi? Dua mövzusu. Yəni Allah Rəbbini tanıyan bir insan, o insan ki Rəbbini tanıyır, ucalığını tanıyır, bilir ki Rəbbi hər şeyə qadirdir. Dua edərkən səmimi qəlbdən dua edər. Ondan sonra müəllif gözəl bir mövzuya toxundu. Uca Allah Teala'nın adları, sifətləri, ucalığı, böyüklüyü, əzəməti haqqından sonra dua mövzusu. Nəyə görə? İnsan dua edərkən yəqinliklə dua etməlidir ki, Rəbbim mütləq mənim dualarımı qəbul edəcək. Və qalə Rabbukum, Rəbbiniz buyurdu, mənə dua edin, sizə cavab verin. Dua ibadetin beyni, ruhu ve esasıdır. Yani ibadetini insan güzel anlamalıdır. O Rahman'ın razılığı, bakın, insanın, bir müminin silahı, zayıfın kalkanı, dindarın servetidir. Subhanallah. O tevhid nurunun açarı, aziz ve hikmet olan Allah'ın ucaldılması ve təqdisidir. Çünkü sen dua ederken uca Rabbini tərif edirsən. Ona istəyirsən, ondan istəyirsən. Həqiqətən o səxavətlər səxavətsizin qapısına üz tutmaq, ərşin sahibi olan əzəmətlinin qarşısında dayanmaqdır. Bütün din de duadır. Dua şəhadətdir. La ilahe illallah. Neye göre? Çünkü o namazın, dua, zekat, oruç, hamısı nedir? Allah'a ibadet. Her ibadet bir duadır. Dua, ubudiyet, yani Allah'a kulluğun həqiqətinin esasıdır. Ve təvazükarlıqla, ihtiyaç hissiyle Allah'a yönelmeydir. Allah'ın karşısında acizliğin ve yoksulluğun izharıdır. Ondan başka hiç kime mühtaç olmamaqdır. Subhanallah. Ona göre Allah'ın en sevdiği nedir? İbadet, dua. O ibadetin azıqəsi, korkanların sığınacağı, sıkıntıya düşenlerin pənahıdır. O Allah'ın sevdiği ve onun vasıtasıyla, bakın, bir kula sevinç kapısıdır. Allah ona göre duanı terk edeni sevmez. La ilahe illallah. Bakın ne diyor şair? Allah qəzəblənir eğer ondan istəmirsənsə. Adem evladı ise isteyen zaman qəzəblənir. Tam tersi. Ona göre de insan duanı dilinden düşürmesin. Dua ettikçe derecen artır ve savabların çoxalır. Bakın ne diyor Peygamberimiz sallallahu aleyhi ve sellem? Elə bir Müslüman yoktur ki Allah'tan bir şey istesin, onda günah veya qohumluq əlaqəsini qırmasın. Günah nədir? Duanın qəbuluna manidir. Qohumluq əlaqələrini kəsmək nədir? Duanın qəbuluna manidir. Əgər Allah'tan bir şey istəsə, günah olmasa və qohumluq əlaqəsini kəsməsə, Allah ona ya istədiyini verər, ya da bununla beraber onu nə qədər şərlərdən uzaqlaşdırar. O zaman sahabeler dedi, öyleyse biz çok dua edek. Dedi, bəli, Allah daha çoxunu verir. Yani daha çok dua edin. Əksinə, Allah Teala çok isteyenleri sevir. Bakın, dua ne kadar çok olarsa bir o kadar uca ve əzəmətli olar insan. Duanın çoxluğu Allah'ın yanında sana verilecek payı artırar. Ve mertebeni yükseldir. Dua ederken birinci bunu düşün ki sen her dua eden Allah dergahında ucalırsan, yükselirsen megamın artır. Dua ederken sadece
İstəklərim qəbul olunsun, niyyəti olmasın. Birinci olsun ki, sən Rəbbinə ibadət edirsən. Baxın, sən Rəbbinə ibadət edirsən. Dua nə qədər çox olarsa, bir o qədər uca və əzəmətli olar. Duanın çoxluğu Allah yanında sənə veriləcək payı artırar və mərtəbəni yüksəldər. Allah uca və əzəmətli, çox səxavətlidir. O deyir, həyalıdır ki, qul əllərini ona uzadanda onları heç nə verməyib geri çevirməkdən həya edər. La ilahe illallah. Ona görə Peyğəmbərimiz sallallahu soruşurlar ki, Rəbbimiz bizə yaxınmı ki, onunla səssiz danışa, yoxsa uzaqdırmı ki, onu ucadan səslənək? Soruşdular sahabələr. Peyğəmbərimiz sustu, sonra Allah Teala bu ayəni indirdi. Və izə sələkə ibadi anni. Əgər qulum səndən mənim barəmdə soruşsalar, fə inni qarib, mən çox yaxınam. Dua edən, mənə dua etdikdə onun duasına cavab verirəm. Əl-Bəqərə surəsi 186-cı ayə. Baxın, nə deyir Əbu Musa Əş'ari radiyallahu anh? Biz Resulullahla birlikdə bir səfərdə idik. Yəni, yol gedirik, uzaq bir yol, səhradan keçirik. Bəzən də deyir, elə yerlərdən keçirik ki, dağlar, təpələr, yüksəlirik, yoxuşa çıxırıq, dərəyə enirik. Hər dəfə Allahu Ekber, Allahu Ekber səslərimizi ucaldırıq. Peyğəmbərimiz də, ey insanlar, özünüzə qarşı yumuşaq olun. Yəni, özünüzə gəlin. Siz dikar, eşitməyən və ya qeyribə çəkilmiş birinə dua etmirsiniz. Sizi eşidən və sizə yaxın olan birinə dua edirsiniz. Həqiqətən Allah sizdən birinizin, baxın, mindiyi heyvanın yəhərindən daha da ona yaxındır. Elmi ilə. Yəni Allah Teala bizi görür, eşidir. Subhanallah. Elmi ilə o qədər bizə yaxındır Allah Teala. Allah'ın ucalığı və kərəm o qədər böyükdür ki, daim qullarını özünə dua etməyə çağırır. Subhanallah. Sapırlar da gəlməlidir də ürəyi vurandıran. Ya bu yorumu bağlayayım. TikTok dəhşətdir də. Deistlər gəlir, xoşu gəlmir. Ay deist, xoşun gəlmir, rədd ol, get kafirlərin yanına da. La ilahe illallah. Nə qəribə məxluqdur bunlar. Uca Allah bu, ey Adəm oğlu, sən mənə dua etdikcə və məndən bağışlanma dilədikcə səni bağışlayaram, sən necə olursan ol. Ey Adəm oğlu, əgər günahların səmaya çatsa, sonra məndən bağışlanma istəsən, səni bağışlayaram. Ey Adəm oğlu, əgər yer dolusu günahlarla gəlsən, amma mənə heç bir şey şərik qoşmadan gəlsən, mən də səni o qədər bağışlanma ilə qarşılayaram. Subhanallah. Yəni Allah Teala deyir ki, yetər ki, şəriklə gəlmə. Şirk qoşma. Amma hətta günahlarını tövbə etməsən belə, Allah şərik qoşmasan, Allah Teala səni deyir, o böyüklüyündə, yeni yer kürəsi böyüklüyündə bağışlanmaqla qarşılayaram. Subhanallah. Çünki Allah Teala'nın sevmədiyi, ən nifrət etdiyi günah nədir? Şərik qoşmaqdır. Yəni ucala ucasını qoyub, gedib qəbirdən, daşdan, ağacdan və s. istəməyin. Baxın, deyək, uca Allah gecənin son 1/3-də dünya səmasına inir və buyurur. Kim mənə dua edir ki, onun duasını qəbul edim? Kim məndən istəyir, onun istəyini verim? Kim məndən bağışlama diləyir, onu bağışlayım? Başqa rivayət buyurur. وَمَنْ يَسْتَرْزِقُنِي Kim məndən ruzi diləyir, ona ruzi verim. Soruşurlar, ruzunda sıxıntı var. Gecənin son 1/3. Ruzilərin ən çox Allah Teala qullarına ruzilərini payladığı vaxt gecənin son 1/3. Yəni sübh namazına yaxın 1 saat, yarım saat. Dua çox böyük bir ibadətdir. Dəyəri ucadır. Təsiri güclüdür. Qədərin kəskinliyini azaldır. Yəni acıları azaldır. Dua qədərin qarşısını alar deyir Peyğəmbərimiz sallallahu əleyhi və səlləm. La yaradur qadər illə dua. Qədəri yalnız dua dəyişə bilər. Ömrü isə yalnız yaxşılıq artırar deyir Peyğəmbərimiz sallallahu əleyhi və səlləm. Dua ilə salih insan qorunar. Baxın. Bədənlər paçlıqda möhkəmlənər. Duanı unutmaq zərərdir. Onu tərk etmək şəfanı itirməkdir. Ona layiqiyyət qalmaq isə acizlikdir. Baxın, nə deyir Peyğəmbərimiz sallallahu aleyhi ve sellem? İnsanların ən acizi dua etməyə aciz olandır. İnsanların ən xəssi salam verməyə xəsislik edən kəsdir.
Yani insan var duanı çok az edir. Ne zaman? Sıkıntıya düşəndə. Ama aslında dua daimi etmelisin. Daimi. Gece, gündüz. Ya zikir ya dua. Ya zikir ya dua. Boş vaktini bununla geçirmelisin. Bakın ne diyor Allah bize emredip ki beni çağırır size cevap verin. Başka ne diyor Qüdsə hədisdə? Ey adam oğlu, senin için bir şey, benim için bir şey. Seninle benim aramda bir şey ve seninle benden arasında bir şey. Senin için olan ettiğin yaxşı əməllər, benim için olan mənə ibadət etməyindir ve mənə heç bir şeyi şərik qoşmamağındır. La ilahe illallah. Seninle benim aramda olan, sen dua edirsən, mən isə cavab verirəm. Ona göre dua Kur'an-ı Kerim'de emir formasında gelir. Rabbinize yalvarın. Gizli ve xəlvət şekilde. Bakın duanın güzelliği buradadır. Gizli ve xəlvət şekilde. Hakikaten o həddə aşanları sevmez. Yani dua ederken kışkırmaya ihtiyaç yoktur. Xəlvət, yani gecenin 3'te bir hissəsində veya tek kalmışsan, çekilmişsən bir kenara. Həmçinin altına buyurur. O diridir daimi. O elə bir ilahdır ki ondan başka ibadete hak məbud yoktur. Elə ise ona dua edin. Yani dini ona halis eder. Ne demeydi? Yani ihlasla, səmimi olarak. Məni çağırın, size cevap verin. Gafir suresi. Bakın, dua ibadetle birlikte ve ihlasla edildikte Rabbe yakınlaştıran en büyük vasıtadır. Ne demeydi bu? İbadetle birlikte. Yani duaya ibadet gibi bakma lazımdır. Sadece isteklerin elde edilmesi değil. Ben Rabbime ibadet ederim. Ne ibadet? Dua ibadet. Duaya ibadet gibi bakmasa ancak nedir? Rabbinle əlaqən nədir? Dua edin, mənə istəyimi versin. Xeyr, birinci niyyətin olmalıdır ki, mən Rabbimə ibadət edirəm. Elə olanda duan gecikəndə üzülmürsən. Çünki sən Rabbinə ibadət edirsən. İxlasla edildikdə, səmimi, Allah üçün edildikdə Allah'a yaxınlaşdığı en büyük vasitələrdəndir. O hem dünya hem de dini işlerde fayda verir. Dua ile bende bakın məxluqatdan olan ümidini kesir ve ihtiyaçlar kıyamet günün sahibi uca Allah'a edilir. Dua ile ümit artır. İhtiyaç aradan götürürler. Təvazökarlıq artar. Qəlbdə acizi etiraf edilir. Dua eden öz acizliğini ve ihtiyacını Rabbine gösterir. Duanı çok etmek Allah'ın nimetini kazanmak için hem sebeptir hem de ki Allah'a yakınlığıdır. Bakın. Allah Teala o kadar ucadır ki mümkün değil. Elbette Allah'ın benzeri olsun. O kudretlidir. Her şeye sahiptir. Ondan başkasına yönelen ise hakikaten zelildir. Alçalıp. Yani Allah'ı koyup gidip taştan, övliya, kabir, ağaç. Olmaz. Allah'a yönelmeyen hiç kes yoktur. Herkes Allah'a yönelir. Sadece fark var müminle diğerine fasık. Mümin her zaman yönelir. Fasık ise ihtiyacı olan da sıkıntıya düşende. Onun yoluna giren için bu yol yegane yoldur. Ve onun verdiği söz asla bozulmaz. Eğer o bir şey verirse bu tam bir adalet ve lütüftür. Her bir musibet onun güzel bir kararı ve hikmetidir. Her bir ayrılık itki ona doğrudur, ondandır. Kim ona çatsa hiçbir şeyi itirmemiş olar. Ey dünyada aldanıp səhlənkarlıq eden, ey uzun arzularla aldanan, mər görmürsən ki bu dünya həqiqətən də fanidir. Ona göre de dua, bakın ne diyeyim, duası zamanı çaresinin duasına cevap veren kim? Allah Teala. Hem için Allah Teala bizlerden bütün dualar istemiyor. Allah Teala Kur'an-ı Kerim'de bizlere misal çekir. Bizden istenen nedir? Çaresinin duası. La ilahe illallah. Ne demek çaresi? Yani imkansızın duası, elaçsızın duası. Uca ve büyük yaradanın keremi ondadır ki ona ümit besleyenlerin ümidini boşa çıkarmır. Ve ona dua edenlerin duasını itirmez. İnsan olan ihtiyacına ve ona karşı acizliğine ve ellerini ona uzatarak yalvarmasına göre Allah cevap verir. Cevap onun ne kadar dua edir, ne kadar yalvarır, ne kadar aciz gösterir onun miktarında gelir. Bu da kalbi ibadet. İnsanlara göre değişir. Hakikaten o çok kerimdir, lütufkardır ve duanı kabul edendir. O kadar kerimdir ki bazı insanların dualarına cevap verir, onların çetinleri aradan kaldırar
Onlar onu çağırsınlar, yalvarsınlar, lütfüne meyil etsinler, ona bağlansınlar, boyun eğsinlər. Bəziləri isə Rəbbini tanımır, ona küfr edir və ya ona qarşı nankör olurlar. Bax, nə deyir Quran-ı Kərimdə? Onlar gəmiyə mindikləri zaman yalnız Allaha məxsus edərlər dini. Yəni, dinin sahibi kim? Uca Allah Teala. Ona dua edərlər. Amma Allah onları xilas edib quruya çıxardıqda isə dərhal yenə Allaha şərik qoşarlar. Zamanımızda da insanların çoxu belədir. Allah Teala bir sıxıntıdan qurtaran, sıxıntı gələndə yalvarır. Sıxıntıdan qurtaran kim tez Rəbbinin lütfünü unudur. İnsanlara bir zərər toxunduqda Rəbbinə üz tutaraq ona dua edər. Sonra isə Rəbbindən bir mərhəmət gələn kimi dərhal onlardan bir qism Rəbbinə şərik qoşar. Subhanallah. La ilahe illallah. Allah bəndələrinə bu neməti verir ki, çarəsiz halda ona dua etdikdə Allah onun duasını qəbul etsin, çətinliyi aradan qaldırsın. Bu vaxt, baxın, duanın da bir incəliyi var. Nədir orada? Saxta ilahların yalancı olduğunu göstərən ən açıq dəlillərdəndir. Çünki xoş anında gedir ölü, qəbir, daş, övliya, çətin anda kimdən istəyir? Allah Teala çünki bilir ki, Allah'tan başqa heç kimsə nədir? Onu xilas edə bilməz. Ona görə eyni zamanda yalnız bir olan Allah'a ibadət etməyin ən güclü subutudur ki, insan çətin anda ancaq Rəbbinə yalvarır. La ilahe illallah. Baxın, nə deyir Quran-ı Nəml surəsi 62-ci ayədə? Məyər çarəsiz qalanda ona dua edənə cavab verən, pisliyi aradan qaldıran və sizi yer üzündə bərqərar edən Allah deyilmi? Allahla yanaşı başqa bir ilah mı var? Subhanallah. La ilahe illallah. Çarəsizin duasını kim qəbul edir? Çarəsiz, yəni əlacsız. Çarəsiz ki, izah edir alimlər, əmmən yucibul muttar, yəni əlacsızın. Bunu gözəl vəsf edir alimlərdən birisi. Sanki deyir, bir insan düşün, gəmi batıb, əlində bir taxta parça, gəmi dənizin ortasında. Nə deyir? Ey Rəbbim, məni xilas elə. O an qəlbinə övliya, qəbir, məbir, pir gələr yox. Dənizin ortasındadır, yoxdur heç kimsə. Allah'tan başqa heç nə yadına düşməz. Buna deyirlər ki, dua-ül muhtar. Yəni əlacsızın duası. Yəni deyir ki, Allah hər zaman belə dua edir. Həqiqətən insanlar üzlərinə qapılar bağlandıqda və yer onlara dar gəldikdə və böyük çətinliklər və kədər başlarına gəldikdə və bu bəlalardan çıxmaq üçün nə bir yol, nə də bir sığınacaq tapmadıqda öz fitrətləri ilə Allah'a yönəlirlər. Allah insanı bu fitrətlə yaradır. Ona dua edirlər, onun yanında dayanırlar və onun cavabını gözləyirlər. Nə deyir? Sizə bir zərər toxunduqda yalnız ona dua edirsiniz. Nəhl surəsi. La ilahe illallah. Həqiqətən də nemət verən nankörlük etmək və verilən nemət inkar etmək, yaxşılığa pisliklə cavab vermək, şeytanın aldatması və azğınlara xas olan bir işdir. Bu həm təkəbbürlərin və öz nəfslərinə zülm edənlərin işidir. Bəzi insanlar nə məscidi tanıyır, nə duanı tanıyır, nə sədəqə verməyi bilir. Yalnız bəla və müsibət gəldikdə, problemlər baş verdikdə, dərdi artdıqda və sıxıntı, baxın, sıxıntı çoxalanda, o zaman nə edir? Allah'a çağırmağa başlayır. Altına buyurur. İnsana bir zərər toxunduqda, istər yan üstə, istər oturaraq, istər ayaq üstə olsun, dərhal bizə dua edər. Allah onun sıxıntısı aradan qaldırdıqda, sanki əvvəl başına gələn dərddən ötürü bizə heç dua etməmiş kimidir. La ilahe illallah. Hansı sanki de dua etməmişdi bundan əvvəl. Hansı ki Allah'a yalvarmışdı. Və biz hər sıxıntı Allah'a dua edirik. Sonra isə sıxıntı aradan qalxdıqda onu unuduruq. La ilahe illallah. Ona görə də Allah nə edir? İnsanları vəsf edir. Elə bir insan yoxdur ki, Allah ilə bağlı bir təcrübəsi olmasın. Yəni, çətinlikdə. Ya bir çətinlik çıxışında, ya bir darlıq genişlənməsində, ya bir zərərin dəf olunmasında, ya da bir təhlükənin aradan qalxmasında, ya da bağlanmış bir qapının açılmasında, ya da bir məqsədin əldə olunmasında. Hər kəsin bu ibadətdə Rəbbinə bir bağlılığı var. La ilahe. Çünki ona qapını açan, verən, böyük, kəramət, varlıq, hər şey kimdə? Allah Teala.
Kim bir ehtiyacla ona üst tutup dua etse kabul olmaz. Kim ona üst tutsa bereket nazil olar. Onu merhametle kem güsse gitmiş, günahlar bağışlanmış, dərdlər yüngülləşmiş, bəla aradan qalxmış, təqsirlər silinmiş, tövbələr qəbul olmuş. La ilahe illallah. Onu çağıranlar üçün bu cür oldu ve birçok insanlar onun rəhmətinə sığındılar. La ilahe illallah. Ona deyir ki, həqiqətən möminə yaraşan odur ki, duanı çox etsin ve yerin ve göğün Rəbbinə yönəlsin. Hər vaxtda bütün Allah'a. Ona göre başka rivayette gelir, sahih rivayette. Kime deyir? Men futihlehu babu dua. Kime dua kapısı açılıpsa, ona artık bütün xeyir kapıları açılır. Bazı diye ben de dua ederim. Herkes dua eder. Dua etmeyin. Kafir de dua eder. Onlar da gemiye mindiler zaman ancak Allah'a dua ederler. Mesele onda değil. Mesele o ki daimi dua etmeyin. Her zaman Allah'a dua etmeyin. Hoş anında, çetinlik anında, sıkıntı anında, boş vaxtlarında ya zikir elə ya dua elə. Yani dilinden bu olsun. Ya zikir ya dua, ya zikir ya dua. Çünkü bolluk içinde edilen duanın çokluğu çetinlik ve dar günde duanın kabul olmasına sebeptir. Bakın ne diyor hadis-i şerifte? Kim ister ki duası çetinlik ve sıkıntı zamanlarda kabul olsun, neylesin? Rahatlık zamanında da çoklu dua etsin. Yani sadece çetinliği gözleme, belanı gözleme. Həmçinin duanın qəbuluna mani olan səbəblər. Yəni duanın qəbuluna mani olan səbəblər hallar vardır ki, az deyil, çoxdur. Bu manilərin ən mühümlərindən biri də günahların çoxalması və insanların günahlara davam etməsidir. Bunlar Allah rəhmət uzaqlaşdıran və cavabın qarşısını alan amillərdir. Birinci nədir? Allah'tan üz çevirmeyi ve ona samimi şekilde yönelmemeyi. Ne diyor Peygamberimiz? Yani yəqinliğiyle yönelmemeyi. Dua edirdi ama bilmir. Kalbinde böyle bir şey var. Ola da bilər, olmaya da bilər cavabı. Artık evvelceden təyin ediyor böyle bu. Yok. Allah'a dua edin, siz onun cevap vereceğine inanarak dua edin. Bilin ki Allah gafil ve etinasız bir kalpten gelen duanı kabul etmez. Yəqinlə dua eder. Ki Rəbbim cavab verəcək. Ne deməkdir etinasız? Edirəm də bu duanı. Hardan ola bilər ya? La ilahe illallah. Sen Rəbbinə dua elə, hardan düşünmə. Bak ne diyor İbn Battal? Dua eden dua ederken kabul olunmağa ümid etməlidir. Allah'ın rəhmətindən ümidsiz olmamalıdır. Çünkü o kerim olan büyük lütuf sahibi Rəbbə dua edir. İnsan olup sidq ürəyindən dua edip Allah onu elə yerden kapatır ki özü deyip ki gözlemirdim, bilmirdim. Ona göre dua ederken düşün ki nece değil, hardan değil, nece olacak değil. Hatta bazıları dua edip sonra Allah yol gösterir. Falan yerden gelse yaxşı olar, subhanallah. Sen dua elə, düşünme hardan, nece, bilmirsen sen. İki, ısrarla etmemeyi ve duada ısrarlı olmamak manilerden birisidir. Yani dua eden belə deməlidir, ey Rəbbim, eğer istesen ver, istemesen verme. Böyle dua edenler var. Bu yalvarmak ve ısrarla dua etmek değil. İnna Allaha yuhibbul mulihine fid dua. İsrarla dua edenler Allah sevir. Nedir ısrarla? Eyni şeyi tekrar. Ey Rəbbim, istəyirəm sənə. Dayanmırsan duada. Üçüncü, Peygamber'e salavat getirmemeyi duaya manilerden birisidir. Ne diyor Ömer bin Hattab'dan gelen rivayette? Dua göy ve yer arasında kalar diyor. Semalarda ilişip kalar. O zamana kadar ki Peygamber'e salavat değilsin. Ne diyor Ebu Süleyman Ed-Darani? Kim Allah'tan bir ihtiyaç isteyerse gerek onu Peygamber'e salavatla başlasın. Yani Allah'a hemdisine edenden sonra. Sonra öz ihtiyacını istesin, sonra salavatla bitirsin. Niye? Çünkü Allah Teala iki salavat arasında edilen duanı kabul etmekten heya eder diye onu kabul etmez. Neye göre? Burada sir nedir? Salavat da duadır. Salavat özdeki müstecab duadır. Bakın olabilirsin senin duan kabul olmasın. Olabilir. Ama sen diyen Allahümme salli ve sellem ala Muhammed. Allah'ım senin salam ve salavatın olsun peygambere. O Allah bir başa kabul edir. Ona göre evvelde kabul edilmiş dua, sonda kabul edilmiş dua, ortası sen isteyin.
İki qəbul edilmiş dua arasında dua qəbuldur deyir. Nə gözəl fayda. Çünki salavat qəbuldur birbaşa. Çünki sən kimin üçün istəyirsən? Peyğəmbər üçün Allah'a dua edirsən. Sonra cavabın tez gəlməsinə tələsmək maneələrdən birisidir. Buyurur Peyğəmbərimiz sallallahu əleyhi və səlləm, bəndənin duasına cavab verirlər ta ki tələsməsin. Nədir? Dua etdim amma cavab verilmədi deməsin və tərk edir. Ən mühüm səbəblərdən birisi haram yemək, haram içmək, haram geyinmək. Bu duanın qəbuluna mane olan ən güclü səbəblərdən birisidir. Bəlkə də insanın dualarının qəbul olunmamasının əsas sirri budur. Çünki onların qazancında, maaşında, işində, yeməyində haram varsa, o nədir? Qəbul olunmaz. Çünki nə deyir Peyğəmbərimiz sallallahu aleyhi və səlləm? Həqiqətən Allah pakdır, ancaq pak olanı qəbul edər. Və Allah möminlərə elə əmr etmiş ki, bu əmri Peyğəmbərlərə də əmr etmişdir. Nədir o? Ey Peyğəmbər, nədir? Təmiz olanlardan yeyin və salih əməllər işləyin. Möminlərə nədir? Ey iman gətirənlər, sizə ruzi verdiyimiz təmiz olanlardan yeyin. Eyni əmr Allah təala Peyğəmbərlərə də əmr edib, möminlərə də əmr edib. Baxın, sonra deyir Peyğəmbərimiz, sonra uzun səfərə çıxmış bir adam misal çəkir. Bu adam paltarı tozlu, dağılıb, əllərini göyə qaldıraraq, ey Rəbbim deyə dua edir. Halbuki onun yeməyi haram, içməyi haram, geyimi haram, haramda qidalanmış, belə şəxsin duası necə qəbul edilsin? Çünki nəyə görə burada Peyğəmbərimiz səfərdə olan misal çəkir? Çünki səfərdə olan duası məqbuldur. Üstəlik, səfər yorğunluğu, üzərində toz var. Səfərdə duası qəbuldur, amma Allah qəbul etməz. Nəyə görə? Harama görə. 6-cı, yaxşılığı əmr etməyi və pislikdən çəkindirməyi tərk etməyi. Burada duaların nədir? Qəbuluna maneələrdən birisidir. Yəni, insan ətrafında olanlara baş salmalıdır, ailəsinə başa salmalıdır. 7-ci, zülümlərin sahiblərinə qaytarmaq və ya haqq sahibinə vermək. Kiməsə zülm etmisənsə, halallıq al. Kimisə malını əlindən almışsansa, geri qaytar. Nəyə görə? Duanın qəbuluna ən böyük maneələrdən birisidir. Subhanallah. Bəlkə çoxlarının duası buna görə qəbul olunur. Ya kimisə qeybətinə deyib, haqqına girib, iftira atıb və yaxud da ki, kimisə malını yiyib. Yəni, birindən haqsız yerə alınan mal, pul, əmlak və ya haqq nədirsə, onun sahibinə geri qaytarmaq. Bu tövbənin qəbul olunması və duanın cavab tapması üçün vacib şərtlərdən birisidir. Baxın, nədir Sufyan Thawri, rahimehullah. Bəni İsrail 7 il quraqlıq keçirdilər. Bəni İsrail, əvvəlki ümmətlər. O qədər ki, quraqlıq oldu ki, murdar heyvanların leşlərini yiyirdilər. Leş. La ilahe illallah. Ölüləri yiyirdilər. Özlərinə ölənləri yiyirdilər. Onlar hər gün dağa çıxar dağın ətəyinə, ağlayar Allaha yalvarardılar. Allah ondan Peyğəmbərin belə vəy etdi. Mənə siz tərəfdən yalvarıb dua etdiyinizə və əlləriniz göyə qaldığınıza baxmayaraq sizə mərhəmət etməyəcəyəm. Duanıza cavab verməyəcəyəm. Sizə rəhm edim. Ta ki, zülüm sahiblərinə qaytarınca. Dərhal deyir, haqlarını qaytarandan sonra yağış əmməyə başladı. La ilahe. Ən böyük nədir? Duanın qəbuluna maneələrdən birisidir. Kimlərəsə nədir? Zülm etmək. Subhanallah. Qəbul olunan dualar hansılardır? Buyurur Peyğəmbərimiz sallallahu aleyhi ve sellem. 3 dua vardır ki, onların qəbul olunmasına hiçbir şübhə yoxdur. Valideynin duası, baxın, ona görə bizim evlatlarımız üçün hər gün dua etməliyik. Hər gün, Allah'ım evlatlarımı islah elə, bol ruzul elə. Valideynin duası qəbuldur. Və ümidsiz olma, davamlı elə, davamlı elə, davamlı elə. Görəcəksən Allah Teala o duaları qəbul edəcək. Subhanallah. İkinci, səfərdə olan duası və bir də məzlumun duası. Subhanallah. Peyğəmbərimiz də bu 3 nəfərin duası geri qaytarılmaz. Həmçinin kimdir? Oruclunun duası iftar edənə qədər, ədalətli rəhbərin duası və məzlumun duası. Zülmə uğrayan duası haqqında isə ən dəhşətlisi odur. Yəni, kimə zülm etməsi halallıq al. Nə deyir? Allah onu buludların üstünə qaldırar o duanı. Qığılcımlar kimi deyir, bir tonqaldan çıxan qığılcımlar ki, o dua neynəyə? Yüksələr deyir, səmaya deyir. Göyün qapıları açılar və Allah deyə, izzətmə and olsun. Sənə yardım edəcəm, gec də olsun. Niyə? Allah da zalama möhlət verir. Tövbə etsin, qayıtsın. Çünki əgər qayıtmasa, məhv olacaq. Subhanallah. Həmçinin nə deyir Peyğəmbərimiz?
3 nəfərin duası geri qaytarılmaz. Allah çox zikr edənin duası. Baxın, duaların qəbul olmaq üçün səhər axşam zikirləri dilindən düşürmə. Ən çox dansı əstağfurullah zikri, salavat zikri və həmçinin Subhanallah və bihamdihi ən əzəmətli zikirlərdən birisi və bütün kainatın zikridir. Bütün kainatın, yəni insandan başqa da heyvanların, quşların, bütün ağacların, dağların zikrindən duası. Subhanallah və bihamdihi. Hətta nə deyir? فَاِنَّهَا صَلَاتُ كُلَّ şey. O hər şeyin deyir, duasıdır. Ona görə Allah ruzu verir deyir. Diğer məxluqlarından. وَاِنْ مِنْ شَيْءٍ اِلَّا يُسَبِّحُ بِحَمْدِهِ وَلَكِنْ لَا تَفْقَهُونَ تَسْبِحَهُ. Hər bir şey, canlı cansız Allah'a zikredir, amma siz onların deyir, zikrini anlamırsınız deyir. Ona görə nədir? Subhanallah bihamdihi, estağfurullah. İnsan var, deyir, gündə 30 min dəfə estağfurullah deyir. Səhər açılandan, axşama qədər dilindən düşürmür. Nə xoşbəxt insan. Baxın, nə deməkdir? Nə xoşbəxt insan. Nəyə görə? Çünki insana qəbirdə ən gözəl yoldaş nədir? Estağfurullah. Ahirətdə insanın əməl dəftəri nə sevindirəcək? İçərisində çoxlu estağfurullah zikri varsa. Bu dünyada mükafatı nədir? İstiğfar edənlərə duaları qəbuldur. Soruşurlar, deyir, nə fayda gördün? Zamanımızda yaşayanlardan birisi. Bir başına aşağı saldı, ağladı deyir, utanıram deyir. Nə dua edirəm, Allah duamı. Əlimi qaldıram, dərhal cavab gəlir. Subhanallah. Estağfurullah zikri. Həmçin məzlumun duası və ədalətli rəhbərin duası. Sonra nə gəlir? Məqbul dua nədir? Müsəlman qardaşına onun qeybində etdiyi, qiyabən etdiyi duası. Yəni üzünə deyil. İstiğfar nədir? Estağfurullah zikri. Yəni üzünə hər kəs dua edə bilər. Bir-birinin üzünə dua etməsində ixlas da ola bilər, olmaya da bilər. Amma əsas ki, sən gecə namazında qardaşın, bir müsəlman qardaşı səni görməyəndə dua edirsənsə, deməli ixlaslısın, səmimisən. Səni görmür, eşitmir. Hər kəs bir-birinin üstə dua edirlər onsuz. Dua edirlər, gedən kimi əşi bu da belədir, arxasına danışılır. Səmimi deyil. Amma gecə qalxmısan, dua edirsən. Deyir ki, əgər belə etmiş olsan, baxın, müsəlman qardaşına onun qeybində etdiyi dua qəbul olunur. Çünki onun başı üzərində bir mələk təyin olunmuşdur. Hər nə zaman o qardaş üçün bir dua edərsə, deyər ki, Allahım, ona da eynisini ver. Onun ki, salihlər nə edirlər duaların qəbul olması üçün? Öz istədiyi şeylər başqalarını istəyərlər. Mələk deyir ki, amin. Və ləkə mitləhu. Eynisi səndə olsun. Sonra azanla iqam arasında olan dua, müstəcəb duadır. Baxın, azan iqam arasında çox maraqlıdır. Misal, meçiddə çox görmüşəm mən də insanları, amma səhv edirik. Azan iqam arasında bəziləri telefonla ya da Quran oxuyur. Azan iqam arasında dua etmək Quran oxumaqdan üstündür. Niyə? Çünki Quranı hər zaman oxuya bilərsən. Bax, var. Amma əzan iqam arası duaların qəbul olunduğu zaman o an ən bərəkətli vaxtı duaları nədir? Qəbul olunduğu bir vaxtdır. Sonra qulun Rəbbinə ən yaxın olduğu vaxt gecənin son 1/3 hissəsidir. Əgər o saatlarda Allah'ı zikr edə bilirsənsə, bunu elə deyir Peyğəmbərimiz sallallahu əleyhi və səlləm. Yəni o anda gecə qalxanlardansansa dua edin. Çünki uca Rəbbimiz gecənin son 1/3-də dünya səmasına və deyər, kim mənə dua edir onun duasını qəbul edim, kim məndən bir şey istədiyini verim, kim məndən bağışlama diləyir, onu bağışlayım. Subhanallah. Gecənin son 3-də, hətta 10 dəqiqədə olsa sayılır qalxsan. Yəni, sübh namazından yarım saat əvvəl olsa o da sayılır. Sonra qulun Rəbbinə ən yaxın olduğu vaxt nədir? Səcdə halı. Bu halda duanı çoxaldın deyib Peyğəmbərimiz s.ə.v. Yəni səcdədə istədiyin qədər dua et. Namazın səcdələrindən gəlir. İstər müstəhəb namaz olsun, istər vacib namaz olsun, fərqi yoxdur. Və ya zamanımızda yayılan bir bidət. Bu doğru deyil. Çoxları elə bilirlər ki, namazın səcdəsindən dua etsə namaz batıl olar. Namazı bitirəndən sonra dua üçün səcdəyə gedir. Yeni bir bidətdir bu. Belə bir şey yoxdur Peyğəmbərimizdən ki, dua etmək üçün ayrı bir səcdəyə gedəsən. Xeyr, elə qıldığın namazın səcdəsində dua edirsən. Sonra cümənin son saatları. Yəni əsr namazından ta günəş batana qədər ən çox təsadüf edən vaxt hansı son saatdır. Yəni günəş batmaya az qalmış dualar qəbuldur. Həmçinin kim gecə oyaq halda yatağında çevrilərsə, deyək ki, yata bilmirsən, su içmək istəyirsən və ya ayaq yoluna çıxırsan, gecənin bir hissəsində duranda desən ki, əgər la ilahe illallah vahdehu la şərikə ləh, lehul mulku və lehul hamdu və huve ala kulli şeyin qadir. Subhanallah, elhamdülillah və elhamdülillah,
La ilahe illallah ve la havle ve la kuvvete illa billah. Çok rahat bir zikir. Ve sonra desin Allah'ım beni bağışla. Duası qəbul olunar. Dəstəm azaldı, namaz qılsa namaz da qəbul olunar. Baxın deyir ki alimlərdən birisi, mən bir insan tanıyıram deyir, bütün duaları qəbul. Dedim, ha nə dua edirsən? Dedi, Peyğəmbərimiz bu hədisini tətbiq elədim həyatımda. Nə zaman gecə oyansam, hətta yatağımda birdən insan olur, qorxulu yuxu görür, kabus görür, nə bilim pişik gördü, yılan gördü. Yata bilmədi, diksindi, ayıldı. Bu zikri deyirəm deyir. Sonra alta istəyirəm deyir. Və ya su içməyə qalxıram, bu zikri deyirəm. Ayağımdan çıxıram, bu zikri deyirəm. Və ya da gecə namazına qalxıram, yenə bu zikirlə qalxıram. Ondan sonra dua edərsən, neyniyər? Dua deyir, qəbul deyir. Həyatımda tətbiq elədim deyir. Müstəcəb dua sahiblərindən olur. La ilahe illallah. Nə dua etdimsə, Rəbbim də istədiyini verdi. Baxın. Ona görə də İbn Muflih rahimehullah, qul cavabın səbəblərini yerinə yetirməkdə çalışmalıdır. Zamanından, məkanından və digər şeylərdən asılı olmayaraq. Yəni duanın qəbul olunmuş zamanlar var, məkanlar var. O Allah olan münasibətini düzəltməli. Rəbbinə qarşı ümidlə və gözəl şəkildə davranmalıdır. Çünki çətinlik zamanı etdiyi dua rahat vaxtda etdiyindən daha çox təsirlidir. Ona görə də gərək insan ümidsizə düşməsin və nəticəni gözləməkdə səbirli olsun. Əgər duaya cavab tapmasa bilməlidir ki, ya bəzən təqdir olmuş şeyin olmaması səbəbindəndir və ya duanın qarşısında maniyənin olmasıdır. Maniyə nədir? Əlbəttə ki, günahlar. Belə olan halda insan öz vəziyyətinə baxmalı, yaradılmışlar, yəni bütün məxluqatın Rəbbinə necə üz tutduğunu və ona necə yalvardığını düşünməlidir. O Rəbb ki, hər şeyin sahibi və qüdrət sahibidir. Subhanallah. O söz vermişdir və sözündə sadiqdir. Nə demişdi? Mənə dua edin, duanıza cavab verin. Deməli, duamız gecikmişsə, problem bizdədir. Ya günahlarımıza görə, ya da sidqürəylə istəməmiş. Yəni, o, hər şeyin müəyyən vaxtını təyin edir. Yəni, sən dua edərkən, vaxt seçmə, niyə bu qədər? Əksinə, hansı zamanı sənin üçün münasibsə, onu kim təyin edir? Uca Allah qalır, biz təyin edilir. Duanın ədəbləri, birinci ədəbdir, vacib deyil. Dəstəmaz almaq, gözəl ədəbdir. Həmçinin, gözəldir, yəni bu ədəblərdən birisidir. Sonra qibləyə durmaq, dua üçün münasib bir yer seç. Yəni, sakit bir yer, gürültülü bir yer deyil. Rəbbinlə yalvaracaqsan. Həmçinin, yəni, duaya müəyyən zamanda daha çox diqqət etmək. Misal üçün, Ramazan ayı, cümənin son saatları, cümənin 1/3. Həmçinin, rəhmətin endiyi zaman diqqət elə. Rəhmətin endiyi zaman nə zamandır? Əzan-iqamə arası, Ramazan, səcdə halında, həmçinin yağış yağanda. Yağış zaman nədir? Dualar məqbul. Nəyə görə? Allahın rəhmət enir. Həmçinin duanı qibləyə yönəlmək gözəldir. Dua edən hal yalvaran və aciz bir halda olmalıdır. Yəni Allahın aciz qul olduğunu xatırlamalıdır. Duada ixlaslı olmaq, səmimi olmaq, təvazökarlıq, qorxu və ümidlə dua etmək. Dua edən Allahın cavab verəcəyinə inamla dua etmək. Duasını 3 dəfə təkrarlamaq müstəh əməllərdən birisidir. Bir şey istəyirsənsə. Yəni 3 dəfə təkrar etmək. Peyğəmbərimiz sallallahu altından bir şey istəyəndə 3 dəfə təkrar edərdi. Həmçinin dualardan əvvəl tövbə et. Çünki nəyə görə? Günahlar maniyədir qəbuluna. Tövbə et. Kimin zülm etmisənsə haqqını qaytar. Allaha yönəl, qorxu, ümidlə, halal ruzuya diqqət elə və Rəbbindən israrla istə. Yəni bu hamısı nədir? Gözəl ədəblərdən birisidir. Ümumiyyətlə biz hal-hazırda hər kəs İslam ümməti olaraq daha çox nədir? Duaya ehtiyacımız var. Çünki biz sevməyənlər var, fitnələr salanlar var. Biri çıxır hədisi inkar edir, biri çıxır Quran ayələrini inkar edir. Görün, indi bizdən sonra gələn gənc nəsillər nə qədər əziyyət çəkəcək. Yəni, elə bir dövrdür ki, yəni, düşünün, fitnələr, fəsadlar, bizim görmədiyimiz gənclikdə, bizim gördüyümüz fəsadları indi onlar görürlər. Və bizdən əvvəlkilərin görmədiyini biz görmüş. İndi gör olar, o gənclərimizə həqiqətən biz acımalıyıq, yazıq da olar. Hər zaman nədir? Dua etməliyik. Yəni, dua hər şeyi neydi? Açarıdır. Subhanallah. Ona görə sıxıntı, təhlükə hər zaman duaya sarılma lazımdır. Səmimi şəkildə, güclü inam, etimadla dua etməkdən başqa çıxış yolumuz yoxdur sabit qalmaq üçün. Bizə vacib olan duaları artırmaq,
bütün maneələr uzaqlaşır, Allah'a sığınmaqdır. Yəni, heç kimsə özündən arxain olmasın ibadətinə görə. Əgər Allah bizimlədirsə, düşün ki, Allah səninlədirsə, bütün insanlar sənə qarşı toplansa, sənə deyir, zərər verə bilməzdir. Əgər Allah sizə yardım etsə, sizi məğlub edəcək heç kim yoxdur. Əgər Allah sizi tərk etsə, ondan başqa sizə yardım edəcək kim var? Möminlər yalnız Allah'a təvəkkül etsinlər. Əl-İmran surəsi. Şübhəsiz ki, Allah ona yardım edənləri yardım edər. Nə deməkdir Allah'a yardım? Allah'ın dininə yardım. İnsan bacardığını əlindən gələn etməlidir. Ey iman gətirəndə siz Allah'a yardım etsəniz, yəni onun dininə xidmət etsəniz, o da sizə yardım edər və ayaqlarınızı möhkəm tutar. Yəni ibadətləri yerinə yetirir. Şübhəsiz ki, biz öz elçilərimizə, iman gətirənlərə, həm dünya həyatına, həm də, baxın, şahidlərin qalxacağı gündə qiyamətə qədər yardım edərik, Allah da buyurur. Yəni, qəlbini ancaq nədir? Allah'a bağla. Deməli, ümmətin böyük nədir? Duaya ehtiyacı var. Bizim də biz İslam ümməti olaraq çoxlu dua etməli özümüz üçün, xalqımız üçün, bütün insanlar üçün. Ona görə də dua, düşünün, baxın, Yarmuk döyüşündə Ömər radiyallahu anh məktub yazırlar. Düşmən çox, sahabələr az. Ömər ibn Xattab bilirsin nə yazır? Düşmənlər sizin əleyhinizdə toplandığı üçün siz də bir cərgi olun və müşriklərin qoşunu ilə qarşılaşın. Siz Allah'ın köməkçiləri, Allah isə öz köməkçisini heç vaxt məğlub etməz və onu heç vaxt tərk etməz. Ancaq sizin bəzi günahların səbəbilə məğlubiyyətlə uğramanızdan ehtiyat edirəm deyir. Qalib gəldilər, az sayıda olsalar da. Niyə? Dua. Peyğəmbərimiz s.ə.v belə ən çətin anlarda belə nə inərdi? Dua edərdi. Baxın, sahabələr dənizi keçdilər. Farslar deyir ki, bunlar cindir, insan deyildi. Necə keçdilər bu suyu deyir. Allah təvəkkül. Sə'd bin Əbu Vaqqas Diclə çayını keçir. Yanında Salman Farisi. Deyir, Allah bizə kifayət edir. Həsbuna və ni'məl vəkil. Allah and olsun ki, Allah öz dostlarına yardım edəcək. Öz dinini üstün edəcək. Düşmənləri məğlub edəcək. La ilahe illallah. Eğer orduda deyir, yəni günah etmiş insan olsaydı, baxın deyir, məhv olardı deyir. Amma oradan keçdilər deyir. Deyirlər, bunlar cindir. Ona görə də qələbənin anası nədir? Allah'a güvənmək. Ona etimat etmək, ona təvəkkül etmək və sadiq olmaq. Subhanallah. Herakl, Rumların kralı. Öz əskərliyi vay olsun sizə. Mənə söyləyin, sizinlə döyüşən bu insanlar, siz kimi insanlar değil mi? Sayıları 300 min, sahabələr 120 min. Düşün. Bəzi rivayətlərdə çox. Bəzi döyüşlərdə 50 min, 5 min. Dedilər, bəli. Dedi, onlar sizdən çoxdur. Dedilər, xeyr. Hətta bizdən daha da azdırlar. Dedi, biz hər döyüşdə onlardan daha çox. Bəs niyə məğlub olursunuz? Onun arasından bir ağsaqqal dedi ki, onlar gecədə ibadətə qalxırlar, gündüzlər isə oruç tuturlar. Verdikləri sözə vəfalıdırlar, yaxşılığı əmr edir, pislikdən çəkindirirlər. Biz isə şərab içirik, səhərə qədər zina edirik, haram işlər görürük, verdiğimiz sözü pozuruq, zülüm, haqsızlıq edirik. Mən deyir, düzünü budur istədik, nəsiyyət edirəm. La ilahe illallah. Hətta Herakl müsəlmanlardan əsr alır birisini, deyir, səni öldürməyəcəm, deyir. Etdiyiniz əməllər nədir sizin? Deyir, onlar gündüzlər süvari deyir, gecə deyir, ibadətə çəkilirlər. Yəni, gündüz vuruşurlar, gecə səhərə qədər, gecə ibadət edir, gündüz oruç tuturlar. Deyir, buna görə qalib gəlir. Allah'a sığınmaq. La ilahe illallah. Yəni, ona görə də əsas, hər bir işdə əsas nədir? Allahın gücünə, qüdrətinə sığınmaq. Və 2 ayə var, onu qeyd edim, onunla bitirək. Bu 2 ayədə insan təfəkkür etməlidir. Allah təala bizləri, yəni, dua ilə bağlı 2 ayə üzərində düşünməyə dəvət edir Rəbbimiz bizi. Hansı ki, bu ayənin içində möhtəşəm mənalar, incə işarələr, mühüm xəbərdarlığı var. Nə deyir? 1-ci ayə, Əraf surəsi 55-56-cı ayə. Rəbbinizə yalvararaq və gizlicə dua edin. O həddi aşanları sevməz. Yeryüzü islah edildikdən sonra orada fəsad törətməyin. Qorxu və ümidlə ona dua edin. Həqiqətən Allahın mərhəməti yaxşılıq edənlərə yaxındır. Baxın. Bu ayədə Allah təala bizlərə duanı öyrədir. Kimlərin duasını qəbul edəcəyini də öyrədir.
kimlərin duasını qəbul etməyəcəyini də öyrədir. Çoxlarımız bəlkə bu ayəni oxuyuruq, amma ayəni düşünmürük. Allah öz qullarına nə eləyir birinci? Təvazükar və səmimi, müti şəkildə dua etməyə əmr edir. Həm qorxaraq, həm ümidlə. Yəni, qəlbinin dərinliyindən səmimi və sakit şəkildə, pıçıltı ilə qışqırma. Allah sevir bu duanı. Yəni, qışqıraraq, yüksək səslə edilən duadan uzaq olmaya əmr edir və o həddi aşanları deyil, sevməz deyil. Duada həddi aşmaqdan uzaq olmaq lazımdır. Həddi aşmaq nə deməkdir? Həddi aşmaq, yəni, qışqırmaq, bağırmaq, mənasız sözlər, bəzən edilən səhvlər. Duada həddi aşmaqdan bəziləri bunu görürlər. Deyir ki, duada həddi aşmaq nə deməkdir? Quran və sünnədə gələn duaları etməmək. İnsan öz duaları da olmalıdır, səmimi. Bir də Quranda və sünnədə gələn dualar. Peyğəmbərimizdən gələn dualar var. Bir də Quran-ı Kərimdə gələn dualar. Ona görə Allah Teala bizlərə nəyi buyurdu? Həddi aşmamalı. Həmçinin Allah'a dua edin və ona sığının. O məzunların yardımcısı həddi aşanların düşmənidir. Subhanallah. Yəni siz kiməsə haqsız yerə həddi aşsanız Allah'ın sevgisini itirmiş olarsınız. Allah zülmə uğramışların duasını qəbul etməsi barədə xəbərdarlıq edib buyurur. Yeryüzü islah etdikdən sonra orada fəsad törətməyin. Yəni fəsad törədənlərin duası qəbul olmayacaq. Fəsad nədir? Günah, həddi aşmaq, zülm eləmək, qovumlu əlaqələrini kəsmək, kimsə haqqına girmək. Bunlar açıq-aşkar ki, fəsad törəyən həddi aşanlardır bunlar. Allah təkrar dua əmrini qeyd edib, bildirir ki, duada iki mühüm məqam var burada. Allah'tan qorxu, Allah əzabından qorxu, bir də onun səxavətinə ümid bəsləmək. Sonrası Allah duanın qəbul ediləcəyini və rəhmətinin qazanılacağını bildirək, deyir ki, insanlar arasında Allahın rəhmətinə nail olanlar kimlərdir? Ancaq yaxşılıq edənlər. Yaxşılıq edənlər kimdir? Rəbbi ilə yaxşılıq edənlər. Bu bir. Bir dəqiqə onu düzəldim. Bakirin interneti getdi. Bakir interneti düzelt də. Yorursan bizi. Neyse. TikTok elə geçsə yaxşı. Yaxşılıq edənlər İnne rahmetallah qaribin minel muhsinin. Allah'ın rəhməti ehsan sahiblərinə de yaxındır deyir. Allah'ın rəhməti qaribun minel muhsinin, ehsan sahiblərinə yaxındır. Ehsan nədir? Yaxşılıq edənlər Rəbbi ilə, yaxşılıq edən öz nəfsinə zülm etməz günahlarla, yaxşılıq edən yəni insanlarla yaxşı davranan, ehsan. İnsanlara nədir? Əl tutanlar. Yəni onların duaları nədir? Qəbuldur. Yaxşılıqdan nədir? Məqsəd budur. İkinci ayə Nəml surəsi 62-ci ayə. Ey Peyğəmbər, altıya xitab edir. Əmmən yücibul muhtar, çətinliyə düşən duasına cavab verən, dərdi aradan qaldıran və sizi yer üzünü varislər edən kimdir? Allahla yanaşı başqa ilah mı var? Siz nə qədər az düşünürsünüz. Altıra buyurur. Baxın nədir? Çətinlik və sıxıntıya düşüdə kimdir diyor onun duasına cavab verən? Çətinlik, sıxıntı. Yəni, çətinlik, sıxıntı, əlaçsın duasını Allah sevər. Nə deməkdir əlaçsın duası? Bilir ki, Allah'tan başqa heç kimsə ona yardım etməyəcək. İnsanları qəlbindən çıxardır. Ancaq mənə Rəbbim yardım edən kimdir? Rəbbim. Buna deyirlər əlaçsın duası. Subhanallah. O bir şey qərar verin, sadəcə ol deyər, o da dərhal olar. Eləsə yalnız ona dua edin və yalnız ona sığının, ey çətinliyə düşənlər. Baxın da yer üzü sizə dar gəldikdə, sıxıntılar sizi bürüdükdə və problemlər üzərinizə çöktükdə bilin ki, yalnız onu Allah'tan başqa heç kimsə sizi xilas edə bilməz. Buna deyirlər ki, əlaçsızın duası, darda qalanın duası, sıxıntı olanın duası,
Qəlbindən bütün məxluqatı çıxardır. Ancaq və ancaq uca Allaha güvənir. La ilahe illallah. Buna deyirlər ki, əlacsızın sıxıntıda nədir? Olanın duası. İnşallah gələn dərsimizdə toxunarıq. Peyğəmbərimiz s.ə.v hansı duaları daha çox sevərdi? Min cəvami'd dua. Ən kamil, qısa və mənaca dərin dualar. Hansı ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm o duaları seçərdi, sevərdi. Və bir də duası qəbul olunan insanlar ki, onlara həyatından nümunələr ki, necə dua etdilər və Allah Teala da onların dualarını qəbul etdi. Nəyə görə qəbul etdi? Həqiqətən də o əlacsızın duasına sarıldı. Əlacsızın duası, yəni darda olanın duası, bilir ki, Allahdan başqa heç kimsə onu yardım edə bilməz. Yəni qəlbindən bütün məxluqatı çıxardır. Bütün insanları çıxardır. Bəzisi dua edir, sıxıntı anında nə deyir? Filan kəs yardım edəcək də. Filan kəsə deyərəm də. Sən birinci Rəbbinə güvən. Filan kəsə deyil. Filan kəs Allah istəməsə sənə yardım etməyəcək. Əlacsızın duası bu deməkdir və bunu belə açıqlayır alimlər. O suda batma sözü də oradan çıxır. Deyirlər ki, suda batmaz dua. Suda batmaz dua yoxdur. Suda batmaz, nə bilim, güllə vurmaz, odda yanmaz. Suda batmaz, misal çəkib alimlər. Əlacsızın duası odur ki, deyir ki, düşün ki, bir insan dənizin ortasında bir taxta parçasından yapışıb və o anda nə deyəcək? Ey Rəbbim, ey Rəbbim. Onun qəlbində məxluqat olacaq? Yox. Yəni, deyirlər ki, buna əlacsızın duası misal çəkiblər. Birisi götürüb özdən yazır ki, suda batmaz dua. Oxudun, suda batmırsan. Bu suda batmaz, odda yanmaz, qurşun keçirməz. Bu insanlar özlərinə uydururlar. Suda batmaz mənası misal çəkib alimlər ki, yəni əlacsızın, sıxıntı olan, darda olan duası bu deməkdir, yəni. Yəni, sanki bir taxtadan parçasından yapışıb, düz dənizin ortasında boğulmaq üzərə, ey Rəbbim, ey Rəbbim. O zaman onun qəlbinə başqa şey gələr, yox. Əmoğlu, dayıoğlu, pir, nə bilim, qəbir, daş, övliya, yox. Ancaq necə Allah. Yəni, onu deyirlər alimlər, suda batmazın duası. Yəni, o da birisi düzəldib, sırada suda batmaz. Suda batmaz deyə dua yoxdur. Allah da sonumuzu gözəl eləsin. Allah da dualarımızı qəbul eləsin, sıxıntılarımızı aradan qaldırsın. Rəbbimiz bizləri müstəcəb dua sahiblərinə eləsin. Kimin sıxıntısı varsa Rəbbimiz sıxıntısını aradan qaldırsın. Kimin ehtiyacı varsa Rəbbimiz ehtiyacını aradan qaldırsın. Allah təala dünyasını dəyişən valideynlərimizi məkanı cənnət eyləsin. Allah təala qəbirlərini nurlu eyləsin, soru suallarını yüngül eyləsin. Bugün də bizim bir qardaşımız dünyasını dəyişdi. Allah rəhmət eləsin. Çox sevdiyimiz, hər zaman dərsimizə gəlirdi. Dünyasını dəyişdi. Allah rəhmət eləsin. Allah məkanı cənnət eyləsin. Uzun bir müddətdir ki, xərçəngdən əziyyət çəkirdi. Çox səmimi qardaşım. Hər zaman gəldi o kənarda otururdu tək. Ayağının ayağı üstündə oturardı. Çox 96-cı ildən onu tanıyıram mən. 96-97-ci ildən tanıyıram. Çox köhnə qardaşdan idi. Bugün dünyasını dəyişdi. Allah rəhmət eləsin. Allah da bütün dünyasını dəyişən bacı qardaşlarımızın günahını bağışlasın, məkanını cənnət eyləsin. Allah Teala həyatda olanların ömrünü uzun, xeyirli, bərəkət, hidayət eyləsin. Allah Teala bizlərə də gözəl sonluq nəsib eyləsin. Gözəl sonluqla bu dünyadan köçməyi nəsib eyləsin. Allah Teala əsgərlərimizi qorusun, sağ-salamat ailələrini qovuştursun. Allah Teala ölkəmizin düşmənlərini məhv eyləsin. Kim ölkəmizə qarşı fitnə qurursa, Allah onun fitnəni həlak eyləsin. Allah Teala öz əzəmətli gücünü, qüdrətini düşmənlərimizin, havadarları üzərinə göstərsin. Allah şəhidlərimizə qəni-qəni rəhmət eyləsin. Allah Teala ölkə rəhbərimizi qorusun, işlərini müvəffəq eyləsin. Allah Teala bizləri fitnə əhlindən qorusun. Kim insanlar arasında fitnə salırsa, insanların birliyin, bərabərini pozursa, Allah onları öz fitnələrini həlak eyləsin. Allah Teala fitnə salıb, şər yayanları, qardaşları bir-birinə vuranları məhv eyləsin. Amin.